Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar. Yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə etdilər. Anar Quliyev, Zeyd Ələsgərov, Nuranə Hacızadə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər. Rəsul Əlizadə, Fəxri Sahibzadə, Leyla Ələkbərova gümüş medalla kifayətləndi. İbrahim Talıbov, Rıza Xəlilli, Rayal Qayıbov, Hüseyin Hüseynov, Xədicə Abdullayeva və Aysun Məmmədova bürünc medala sahib çıxdı. Ölkə başçısının uğurlu idman siyasəti nəticəsində bugün Azərbaycan təkcə regionda deyil, artıq dünya idman mərkəzlərinə çevrilmişdir. Belə ki, növbəti ildə, 2026-cı ildə Bakı dünyanın idman paytaxtı seçilmişdir. Və elə təkcə bu həftə Azərbaycanda 3 beynəlxalq yarışlar keçirilir. Və biri burada Qubadadır, regiondadır, təkcə paytaxtda deyil. Bunların biri paytaxtdadır, bədii gimnastika üzrə yarışlardır. Mingəçevirdə bilirsiniz və su qovşanda avar çəkmə üzrə regata keçirirdi və nəhayət burada judo üzrə Qubada Avropa Kuboku keçirilir. İlk dəfə deyil ki, bu Avropa Kuboku keçirilir, artıq bir neçə dəfədir Azərbaycan Judo Federasiyası bu yarışları keçirilir. Kifayət qədər uğurludur və hər dəfə federasiya bu yarışları müxtəlif regionlarda keçirilir. Üçüncü dəfədir ki, bu yarış Azərbaycanda təşkil olunur. Bizim üçün çox vacib yarışdır, nə baxımdan? İki məsələ. Bir, yeniyetmələr arasında olduğuna görə, yəni burada bizim yeniyetmə idmançılarımız şans qazanırlar, öz peşəkarlıqlarını artırsınlar və təcrübə əldə etsinlər və həmçinin cüdolarını inkişaf etdirsinlər. Və ikinci də ona görə ki, biz bu yarışı regionda təşkil edirik. Yəni bu baxımdan federasiyamız üçün belə yarışları bundan sonra da biz regionlarda təşkil etmək planlarımız var. Qeyd edək ki, yarışa bugün yekun vurulacaq.